Amma Quran oxumaq belə deyil ki, məsələn, Əlif, Lam, Mim, Zəlikəl kitabı la reybə fî hudən lil-muttəqin, belə Quran sənə heç nə vermir. Mən baxım görüm, xətm eləməliyəm bugün. Bu il, məsələn, 2 dəfə, 3 dəfə. Yox, belə Quran oxumazdır. Otur, oxu eşqlə, ləzzətlə, bir dənə də tərcümə kitabı qoyan və vaxt olanda o tədəbbürlə, təfəkkürlə oxu. Onda görürsən, Quranda başlayır açılmağa sənin üçün, sirlərini açmağa. Bu səhv eləməyək ki, dünya qaydalarını gətirib dinə tətbiq eləyək. Əks nəticə verəcək. Biz çox pis öyrəşdirib dünya bizi. Bu şəkildə dinlə davranmayaq. Qəlb dərin dəryadır, yüzlərlə istək var. Onu üzə çıxardaq, o istəkləri möhkəmləndirək ürəyimizdə.